gətirmir, amma pul söhbətləri ayrılıq gətirə bilər. Ona görə bunun belə olmaması üçün nələri bilmək lazımdır, müzakirə edəcəyik. Bugünkü həm söhbətimizdə peşəkar koç Leyla Surxayzadədir. Xoş gəlmisiniz, necəsiz? Çox sağ olun Nərmin. Siz necəsiz? Təşəkkür edirəm, yaxşı olasınız. Sizin müşahidələrinizə görə nə qədər insanlıq bizim cəmiyyətdə, bizim ölkədə nə qədər adam pul haqqında danışanda bir qədər çətinlik çəkir? Məncə ümumiyyətlə bu bizim yəni ailədə böyüdülməyimizə əsaslanan bir şeydir. Ümumiyyətlə biz pulu öyrəndiyimiz ilk yer ailə olur. Onunla münasibət, ailəmiz, atamız, anamız, yəni necədir münasibəti pulla və biz də o şəkildə böyüdülürük və mənə elə gəlir ki, olduğumuz ölkə, doğulduğumuz ailə bu mövzuda bizi formalaşdırır və yönləndirir. Məsələn, necə bir ailədə böyüyəndə sən sonra pul haqqında danışa bilmirsən? Çox ciddi mövzudur məncə bu. Məncə elə pul haqqında danışmağı ayıb sayan ailələrdə və yaxud da ki, bu pula belə deyək, münasibət yaxşı olmayan, pul əl çirkidir, bayaq danışdığımız kimi və yaxud da ki, pullu insanlar pis insanlardır və yaxud da ki, yəqin ki, onlar bu pulu belə deyək də öz halal zəhmətləri ilə qazanmayıblar və s. Yəni pulla yəni belə münasibət formalaşdırılırsa uşaqlıqda, yəni biz baxırıq da anamızı, atamızı, biz baxırıq onları kopyalamağa başlayırıq da. Onlar pulu görəndə həyəcanlanırmı, sevinirmi, yoxsa başlayırlar kədərlənməyə ki, ayda indi mən bunu haralarasa xərcləyəcəm və əlimdə qalmayacaq gələn aya. Yəni bunların hamısını biz əslində kopyalayırıq. Necə ana, ata deməyi öyrəniriksə, eləcə də həmən davranışları kopyalamağa başlayırıq. Və bunu dəyişmək olmur. Yəni ailədə necə olubsa, ola bilər ki, kimdəsə bu yaxşı vərdiş formalaşır. Məsələn, rahat öz haqqını istəyə bilir, xatırlada bilir, pulla bağlı danışıqları apara bilir. Amma kimdəsə ola bilər ki, bu belə uğurlu alınmayıb bu məsələ. O necə dəyişə bilər bunu? Çox qəşəng sualdır bu və mən düşünürəm ki, bu çox ciddi və önəmli sualdır və məncə biz bu sualın cavabını məhz artıq karyeraya atılanda verməyə başlayırıq. O ki, ilk maaş danışığımızı eləməyə başlayırıq. Məncə orada ilk dəfə bizi belə deyək də o vururdu o mövzu ki, mən burada istədiyimi demədim məsələn, istədiyim maaşı vurğulamadım və yaxud da ki, mənə belə bir təklif gəldi, amma mən bilirəm ki, orada daha çox da bir təklif verilə bilərdi. Məncə biz ilk iş həyatında bununla qarşılaşırıq və əlbəttə ki, hər şey kimi bu davranış da dəyişdirilə bilər və biz bunu elə iş həyatımızda öyrənə-öyrənə özümüzdə yeni vərdişlər formalaşdıra bilərik pulla bağlı. Yəni orada itirməkdən qorxmasınlar da, birdən çox deyərəm, razılaşmazlar, məni götürməzlər. Bu olur da yəqin ki, əsas səbəb. Əlbəttə, yəni mən düşünürəm ki, burada mənim də çox gördüyüm, yəni insan resurslarında belə deyə işləyərkən və insanları işə alarkən də gördüyüm, müsahibələrdə gördüyüm şey budur ki, insanların ən çox öz dəyərlərindən xəbəri olmur. Yəni öz dəyərini bilməyən insan özündən xəbərsiz olan, yəni bu bilirsiniz nə deməkdir? Öz dəyər biraz mistik səslənə bilər, amma öz dəyər bilirsiniz nədir? Mənim bu əmək bazarında yerim nədir? Mənim bu qabiliyyətlərim, bacarıqlarım nə qədərə satıla bilir? Kimlər mənlə eyni işi görür və onlar hansı şirkətlərdə hansı tutaq ki, maaşlar alır? Yəni konkret real bir dəyərləndirmə aparmaq, araşdırma aparmaq, özümü görmək ki, mən bir belə deyə bir məhsul olsam, mənim dəyərim nədir və mən bunu necə package eləyə bilərəm? Necə onu yaxşı bir formaya salıb təqdimat eləyə bilərəm ki, onun əslində dəyərinin həqiqi dəyəri görülsün. Yalançı dəyəri yox təbii ki, amma həqiqi dəyərini mən ortaya çıxarda bilim. Yəni ona görə indi hər bir deyək ki, hansı sahə üzrə çalışan mütəxəssis araşdırma edə bilər də. Mənim vəzifəmdə çalışan insanlar nə qədər əmək haqqı alır? 100%. Mən əminəm ki, öz Azərbaycanda mən bunu çox görürəm ki, Azərbaycanda insanlar, yəni balaca bir ölkə və əmək bazarı olduğumuz üçün çox insanın dostu, tanışı başqa şirkətlərdə də, başqa yerlərdə də işləyir və biz heç olmasa bir aralığı bilirik. Bu arada məsələn maaş soruşmaq bilirik ki, yanlışdır və olmamalıdır. Heç ən yaxınlarımızdan da soruşmamalıyıq. Mən bununla razıyam. Sadəcə olaraq biz araşdırma edərkən və müsahibəyə hazırlaşarkən o dostlarımızdan, yaxınlarımızdan belə bir obyektiv fikir ala bilərik ki, səncə bu vakansiya üçün səncə ən ədalətli olan aralıq nədir? Eyni işi görür o da. O bizə bir ədalətli bir aralıq versin ki, başlanğıc bu olmalıdır Leyla məsələn. Maksimumda bu ola bilər. Bu vakansiya üçün. Mən artıq o aralıqdan özüm üçün baxıram ki, mən bunun harasındayam və mən hansını istəyirəm. Yəni ki, bu yerdə doğrudan da bu aralıq mənə uyğundurmu? Orada da bir
Elə bir ki, bir ölçü olur mənim üçün o artıq. Bax, mən də sizinlə eyni fikirdəyəm ki, kimisə maaşını soruşmaq mənə görə də bir qədər yaxşı. Çox şəxsi sual kimi gəlir. Məsələn, bəzi suallar var ki, adamdan necə soruşmursansa, bunu da soruşmamalısan. Amma bunun yəni fəlsəfəsi nədəni, niyə soruşmaq olmaz? Siz bunu necə izah edirsiniz? Soruşanda nə olur? Xüsusən də məsələn belə kişilərdən soruşmaq olmaz. Aha. Bunu ayrıca vurğuluyurlar da, qadından yaşını, kişidən maaşını soruşmaq. Wow. Hə, bu biraz da məncə kültürlə, mədəniyyətlə əlaqəlidir. Yəni cəmiyyətdə biz yazılmamış qanunlar ola bilər. Cəmiyyətin sosial psixologiyası və s. bununla bağlı ola bilər. Yəni mən düşünürəm ki, bu bilirsiniz necədir? İnsanın bir büdcəsi var və o bir bank hesabıdır. Məsələn, özünüz təsəvvür edin, biz bank hesabımızın şifrəsini necə heç kimlə paylaşmırıq. Heç kimə göstərmirik də, düzdür. Orada bir yəni məna var ki, o bir məxfilikdir də. Ora nə qədər nəsə daxil olur, məxarici olur, nə olur, mən hara xərcləyirəm, nəyirəm? Bu yəni intim şeylərdir əslində. Çünki bu mənim öz elə bir şəxsi bir zonam kimidir də. Yəni ona görə, yəni mən bunu belə qəbul edirəm. Daha dərin artıq başqa yəqin ki bir mövzudur. Amma hə, məncə də özəldir. Onun maaşını bilmək olar. Mən bilirəm, amma yenə də. Ailədə necə olur bəs bu? Yəni burada biraz məncə partnyorlar öz aralarında, yəni onun qərarını verə bilərlər ki, bizim məsələn tutaq ki, elə partnyorlar var ki, onların ailə büdcələri var. Avtomatik əlbəttə ki, siz bir-birinizin nə qazandığını bilirsiniz. Çünki bir yerdə xərcləyirsiniz. Amma elə insanlar ola bilər ki, hər kəs öz büdcəsini belə deyək də idarə edir. Elə olan halda da o artıq mən bilməyə bilərəm ki, ona nə gəldi, nə getdi və s. Yəni bu da ola bilər. Məncə bu insanlar öz aralarında güvən mövzusunda nə qədər danışırlar və pul o güvən mövzusunun harasına daxildir. Məncə bu onunla bağlıdır. Maraqlıdır. Sizin fikriniz bax bir əməkdaş rəhbərlə pul danışıqları edərkən, məsələn, maaşın artırılmasını istəyir. Burada düzgün məqamlar varmı ki, məsələn, günün hansı saatı və ya hansı sözlərdən istifadə edərək, hansı formada yaxınlaşmaq lazımdır ki, nəticə yaxşı olsun? Mütləq ac olanda danışmamalıyıq. Yəni günün hansı saatı dediniz və o dəqiqə fikirləşdim. Nahardan sonra, amma yuxulamamaq da lazım təbii ki. Məncə burada bu çox gözəl mövzudur. Həm elə bil ki, yeni işə başlayanlar və iş dəyişdirmək istəyənlər də burada bizi dinləyib baxa bilərlər bu mövzuya. Deməli, biz danışarkən bilirsiniz, pul həmişə ən axırıncı danışılır da, satışda da belədir. Ən axırıncı yerə qoyulmalıdır. O qədər ki, yəni biz onsuz da sanki əminik ki, bizə istədiyimiz maaş veriləcək. Bizim istədiyimiz o promotiona alacağıq. O əminliklə o görüşə girmək. Yəni mən puldan onsuz da əminəm. Amma gəl göstərim ki sənə, məndə nələr var ki, mən düşünürəm ki, bu artıq mənim yolda belə deyək də formalaşdırdığım bacarıqlar, yeni öyrəndiyim şeylər, verdiyim töhfələr bu departamentə, bu şirkətə, bu komandaya indi o nəyə görə artıq daha böyük bir belə deyək də bunun bir mükafatı və qarşılığı olmalıdır da. Çünki mən böyüyürəm, resurslarım böyüyür, biliyim, bacarığım böyüyür və buna uyğun da mənim artıq qazancım da ona uyğun mütənasib şəkildə düz mütənasib şəkildə böyüməlidir. Bu tamamilə yəni mən nə töhfə verirəm və mütləq unutmamaq ki, burada win-win olmalıdır bütün danışıqlarda. Yəni ki, hər iki tərəfin qazandığı nə var burada? Yəni mən nə qazanıram, sən nə qazanırsan. Çünki işə götürən də və yaxud da ki, sizin rəhbəriniz də eyni şəkildə o da yəni bilmək istəyir ki, tutaq ki, sənin həyatında nə dəyişəcək, deyək ki, əlavə bir deyək ki, ödənişlə və bizim həyatımızda nə dəyişəcək? Tutaq ki, sənin rifahın artacaq. Niyə bilməlidir ki, rəhbərliyi bir əməkdaşın həyatında maaş artımından sonra nə dəyişəcək? Yəni ona nə dəxli var? Yəni o belə deyək də bunu niyə istədiyini soruşacaq da. Bu niyə sualına cavabdır əslində. Niyə sən məsələn artım istəyirsən? Mən tutaq ki, Nərmin sənə verdim ki, sual niyə istəyirsən artım? Çünki düşünürəm ki, mənim bilik və bacarıqlarım, bu şirkətə qatdığım dəyər daha çoxuna layiqdir. Bu əmək haqqına layiq deyil. Mən bundan daha çox üçün çalışıram hal-hazırda. Əla. Bəs Nərmin, sənin bu deyək ki, əmək haqqın artdı, istədiyin qədər oldu. Sənin həyatında nələr dəyişəcək? Leyla xanım, bu bizim işimizə necə təsir edəcək bu məlumatı sizə çatdırsam? Mən görmək istəyirəm ki, o gələcək Nərmin belə deyək də, o istədiyi əmək haqqı ilə necə dəyişəcək onun həyatı.
Yəni burada Nərmin bilirsiniz bu sualı niyə verirəm? Yəni mən motivasiyam artacaq, mənim rifahım artacaq, özgüvənim artacaq. Tutaq ki, hədəflərim var da, məsələn, ev almaq istəyirəm, tutaq ki, ona o büdcəyə yardım olacaq. Nə bilim, tutaq ki, yolda uzun yol gəlirəm, evimi dəyişdirmək istəyirəm, buna yardım olacaq. Yəni həm şəxsi, həm də ki, belə axı bu təkcə şirkətə verdiyin töhfə deyil. Axı sən özünə də bəlkə hansısa kurslar almaq istəyirsən, bəlkə özünü hardasa inkişaf elətdirməsi. Yəni bunları da biraz vurğulamaq. Bunların rəhbər üçün. Fərqi var deyəndə mən indi bilmirəm də sizin o rəhbərlə münasibətiniz necədir. Çünki münasibətə görə də məncə dəyişir. Çox yaxınsınızsa məsələn, bu şeyləri də paylaşa bilirsiniz. O elə bir ki, artıq sizi şəxsən də tanıyır ki, Nərminin belə bir deyək ki, istədiyi şeylər var, hədəfləri var və bu pul onun həyatına həqiqətən də böyük bir dəyişim olacaq və onun o motivasiyası bizim işimizə də təsir eləyəcək. Öz şəxsi həyatındakı motivasiyası. Onda yəni ki, elə açıqlamalar vermək lazımdır ki, rəhbər inansın ki, bu doğrudan da sizin şəxsi inkişafınıza, sizin motivasiyanıza təsir edəcək. Yəni bu sadəcə məsələn əmək haqqımı artırım çünki cehiz almalıyam, toy eləməyə hazırlaşıram. Bu yəqin ki, qane olmayacaq. Yoxsa bəzi rəhbərlər əksinə məsələn cehiz almaq da elə dediyiniz şeydir də əslində. Yəni mən nəsə bir hədəfim var, tutaq ki, ailə qururam, harasa tutaq ki, səyahət planlamışam və yaxud da ki, bu mənim bütün ümumi həyatımın rifahına təsir edən şeylərdir də əlbəttə ki. Amma burada məncə diqqətli olmaq lazımdır harda Nərmin. Özünü çox izah eləməmək. Orada bilirsiniz elə bir ki, bir sərhəd var da. Mən həm töhfəmi göstərirəm, amma burada bilirsiniz necə, bu onsuz da belə olmalıymış kimi biraz da o tonda danışmaq. Nəinki nə olar mənə bunu eləyin, yoxsa yəni mən bu şəkildə yox da, yəni o artıq danışıqların bir etikasıdır. Pauzalar harda verməyi bilmək mütləq. Məsələn siz bir şey istədiniz, dediniz ki, məsələn mən lap getmişsiniz müsahibədə sizə bir təklif gəlib artıq. Razı deyilsiniz təkliflə. Siz orada məsələn deyirsiniz ki, məsələn mən bu təklifin məsələn də bu hissələrlə razıyam. Tutaq ki, bonuslar olacaq, nə bilim, təqaüd belə olacaq, o olacaq, bu olacaq. Amma məsələn burada belə bir bu məni qane etmir də. Bu mənim məsələn verdiyim aralığın altındadır məsələn. Bu mənim minimumun altındadır. Və orada bunu dedikdən sonra bir pauza verib gözləmək. Bu nəyə görə? Qarşı tərəf görə nə cavab verəcək? Çünki o elə bir ki, biz pauza verməyəndə, gözləməyəndə danışırıq, artıq o yoruluruq və o özgüvən düşür, artıq yəni orada o negotiation olmur da artıq, o danışıqlar olmur artıq, orada başqa bir şey olur. Sakit dayanmaq belə səni daha özgüvənli göstərəcək. 100%, yəni ki siz harda danışmağı, harda dinləmək də burada çox önəmlidir. Yəni söhbəti sizin aparmağınız. Ona görə də siz daha çox dinləməlisiniz əlbəttə ki, söhbəti siz aparasınız, nəinki qarşı tərəf. Məsələn, o birinci cümləyə bax nədən ibarət olmalıdır ki, deyək ki, bir əməkdaşın rəhbərin qapısını döydü və qarşısında əyləşir. Deyir ki, mən istəyirəm ki, əmək haqqım artsın. Elə belə də demək lazımdır, yoxsa mən bu qədər